Salam dostlar. Bugün mən ipək qurdu haqqında araşdırma eləmişəm. Anam isə rəsmlər çəkib, mən isə rəngləmişəm. İndi mən bu araşdırmalar haqqında sizə danışacağam. İpək qurdu çox balaca, lakin maraqlı bir heyvandır. O yalnız tut ağacının yarpaqları ilə qidalanır. O öz ətrafında barama adlı ipəkdən ev hörür. Bu baramanın içine gizlenir ve bir müddet sonra kəpənəyə çevrilir. İpək qurdu baramanı hörərkən nazik ve parlaq sapdan istifadə edir. İnsanlar həmin baramadan paltarlar, ipək parçalar ve yaylıqlar hazırlayır. İpək çox qiymətli ve gözəl bir parça növüdür. Sağdakı sxemdə İpək qurdunun böyümə prosesi verilir. Birinci yumurtadan çıxır. Daha sonra birinci yumurta qoyur və sonra tırtıla bənzəyərək çıxır. Daha sonra ətrafında barama hörərək içinə gizlənir. Bir müddət sonra isə kəpənəyə çevrilir. Bu qədər dostlar. Sağ olun.